Heç razı olarsınızmı? Halal qazancınız əlinizdən çıxsın, ölkədən çıxsın və hansısa mənbəyi məlum olmayan təşkilatlar vasitəsilə silah alverinə, narkotika ticarətinə, insan alverinə xidmət eləsin. Yox, əlbəttə. Onda bir daha bu mövzuya toxunuram. Qanunsuz mərc oyunları niyə təhlükəlidir? Niyə uzaq durmaq lazımdır? Çünki qanunsuz onlayn fəaliyyət göstərən mərc və şans oyunları bir tələdir. 5 manat qazandırırsa 500 manat ziyana salır. Əsas necə deyərlər, təliyə salana qədərdir. Pinap, 1xbet, Mosbet, onlayn lato kimi qanunsuz mərc şirkətlərinin hamısı offshore zonalarda qeydiyyatdan keçib. Bu platformalar qazanclarını pul yuyulması üçün istifadə edir. Sizin bu qanunsuz mərc oyunlarına yatırdığınız, sizdən bilavasitə oğurlanan pullar bu platformaların qazanclarını pul yuyulması üçün istifadə edir. Bu qanunsuz şans oyunları böyük vəsaitlərin ölkədən çıxışı ilə məşğuldur. Heç bir vergi də ödəmirlər.